Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Deməli, bugün 15-ci ay 2026-cı ildə OTK 11-ci sinif buraxılış sınağını bir yerdə baxaq. İnşallah yaxın zamanda buraxılış imtahanından nəticəmiz bizi də sevindirər. Vaxtımız getməsin, baxaq sualımıza. ABC üçbucağında AD tən bölən, AB-nin AC-yə nisbəti 3-ün 2-yə, AB 3K, AC 2K-dırsa, eyni qayda ilə BD-nin də DC-yə nisbəti nə olar? 3-ün 2-yə nisbəti olar. Yəni, bu 3M-dirsə, burada 2M-dir. Nisbətlər bərabərdir. BD-ni verib 6. Yəni, 3M-imiz 6-dırsa, M-imi neçə tapırıq? M 2-dir. Bizdən DC-ni soruşur. DC bərabərdir 2M. M-i də 2 tapmışıqsa, 2-dən 2, 4. Cavab 4 ola bilər. Davam edək. Radiusu 5 olan kürənin səthinin sayəsini tapın. Biz bildik ki, kürənin səthinin sayəsi S bərabərdir 4pi R kvadratıdır. R-i 5 verirsə 25. 25-də 4-ə vuranda 100pi. Yəni, R-imiz neçədir? 5-dirsə 100pi. Evəndir. 33-cü sual. Kosinus kvadratı x üstəgəl 2, kosinus x üstəgəl 1 bərabərdir 1 təmliyini həll edin. Burada kosinus x-ə 1 t əvəzləməsi tapıla bilərik. T kvadrat üstəgəl 2t plus 1 nəyin açılışıdır? Ümumiyyətcə, bu bilirik ki, kosinus x üstəgəlsin 1-in mötərizə kvadratının açılışı bərabərdir 0-a. Neçənin kvadratı 0 eləyir? Eləcə 0-ın kosinus x plus 1 bərabərdir 0. Buradan alır kosinus x bərabərdir -1. X də bərabərdir. Kosinus -1-i neçədə alır? -1 180-dir, yəni pi-də. Pi plus 2pi k. Yəni, kosinus 180-də alırsa -1-i, 0-da nəyə alır? Müsbət 1-i. Bu -1-i almaq üçün məcburdur bir tam dövr eləyə. O da 2pi-k dövrlərin sayı 2pi-k olur. Cavab pi plus 2pi-k deyə bilərik. A bəndinə uyğundur. Sonra davam edək növbəti sualı. 34-cü sual. X-y xassini tapın. Verilən sistemdən birinci tənlikdən görünür ki, x-i mötərizə xaricinə çıxartsaq, qalar 2x üstəgəlsin y bərabərdir 2. Buradan 2x üstəgəlsin y-i bizə veribdir 1. Buradan tapırıq ki, x bərabərdir 2. X bərabər 2-dirsə, x-in yerinə 2 yazaq. 2-dən 2, 4 plus y bərabərdir -1. Y bərabər neçə olur? -1 yox, artıq müsbət 1-dirsə, y bərabər -3. Bizdən x-y xassini soruşursa, 2-ni -3-ə vuranda -6 deyə bilərik. Davam edək. Z1 bərabərdir 5 çıxaq i, Z2 kompleks ədədin hasilini tap. Ümumiyyətcə, kompleks ədədləri bir-birinə vuran zaman Z1 vuraq Z2 bərabərdir. Çox adlı kimi bir-birinə vura bilərik. 5 minus i vuraq 2 plus i. O da bərabərdir. 5-i 2-yə vuranda 10. 5-i i-yə vuranda üstəgəl 5i. Mənfi i-ni 2-yə vuranda -2i. Mənfi i-ni i-yə vuranda -i kvadratı yazaq da, -i kvadrat. I kvadratının yerinə -1 yazanda qarşısındakı müsbət 1 eləsin. Bu oldu müsbət 1. 10-la da toplamda oldu 11. Eləmi? 11. 11. 5-dən də 3-ünü çıxanda neçə edir? Üstəgəlsin 3i. 11 plus, baxaq görək, 11 niyə yoxdur? Vuraq arsa 5 çıxaq i. Aydat 3 üstəgəl idi uşaqlar. Burada görürsünüz, mən 2 üstəgəl i yazmışam. Gətirin onu düzəldək 3 üstəgəl i eləyək. Biz vurmada çətinlik çəkməyək. Onda birinci olduğu kimi qaldı 5 i. Birincisi 10 eləmir, 15 eləyir. Artıq biz 15-in üstünə 1 gələndə 16 eləyəcəkdir. Yəni, cavabımız olar neçə i? Birdə ki, çıxaq 3 idi, 2 i deyil, çıxaq 3 idi. 5-dən də 3-ünü çıxanda neçə qaldı? 2i. 16 plus 2i oldu. Yəni, diqqət səhvimiz oldu bir dənə. Sonra 36. 2 vuraq 2x minus 3 bərabərsizliyi ödəyən natural ədədlərin cəmini tapın. Mötərizəni vurvarsaq 4x çıxaq 6 kiçik bərabərdir 3x çıxaq 2. 3x-i keçirəm 4x-in yanına qaldı. X kiçik bərabərdir. -6 keçdi sağ tərəfə, müsbət 6 oldu. 6-dan 2-sini çıxanda 4. 4-dən kiçik ədədlər hansılardır? Naturalları soruşur. 1, 2, 3 və 4-ün özü bərabərlik var deyə.
Cəmini soruşur. Bunları toplasaq 6 cəmi neçə elədi? 10. Cəmi 10 B bəndinə uyğundur. Sonra 37-ci suala baxaq uşaqlar. X kvadrat sağ 2-ni vuruqlara ayırsam, deməli o bizim üçün cəmi -1 hasil -2 olan ədəd yaza bilərəm. X minus 2 ilə X plus 1-i bölünsün məxrəci X minus 2, X plus 2 vuraq. X-i çıxardıram qarşıya. Bizə nə verir o? X plus 2 məxrəc X minus 1, X plus 1. X plus 2-lər ixtisara getdi. X minus 2-lər ixtisara getdi. X plus 1-lər ixtisara getdi. Nə qaldı? Sürətdə qaldı bir dənə X. Sürətdə qaldı X. Məxrəcdə qaldı nə? X minus 1. X bölünsün X minus 1 C bəndi. Sonra son söz həndəsiz S bərabərdir 15 kübə B1-i tapın. Biz bilirik ki, S bərabərdir B1 bölünsün Q minus 1. Buradan B1 bərabərdir. S vuraq. Q minus 1 yox, bağışlayın 1 minus Q-dur bu. 1 minus Q. 1 minus Q. O da bərabərdir. Bərabərdir. S neçə veribdir? 15 vuraq 1 minus Q. 1-dən də 3-də 1-in çıxanda 3-də 2. Bu da ixtisara getsə, bir dəfəm, 5 dəfəm, o deyə bizə neçəni verir? 10. Yəni, burada artıq bildik ki, 1-dir. 1 minus 2-dir. Aha. 10. Sonra sadələşdirin. Kök altda 6,4-dən bilirik ki, 0,8 çıxmır. Sadəcə 6,4-ü 10-da 64 yaza bilərik. Üstə gəlsin, 10,4-ü 10-da 4 yaza bilərik. 64-dən 8 böl kökdə 10. Üstə gəlsin, 4-dən 2 böl kökdə 10. Bu da məxrəcləri bərabər olan kəsirləri toplayın. Kökdə 10-da 10. Hər tərəfdə qoşmasına vursaq nə verər bizə? Kök altda 10-u verər. Sonra 2 müstəvi 60 dərəcəli bucaq altında kəsişir. Bu müstəvi 1-nin üzərində A nöqtəsi digər müstəvi az məsafədədir. Uşaqlar, müstəvilərin biz bilirik ki, demişdik kəsişəndə bunu belə də götürə bilərsiniz. Belə bunlar üzərində məsələn belə bir müstəvidir. Bu da belə bir müstəvidir. 60 dərəcəli. Bu bucaq 60 dərəcədir. 60 dərəcəli. Bunun rəngini biraz fərqli rəng eləyək ki. Deyir, bu birinin üzərində A nöqtəsi, deyək ki, bunun üzərində A nöqtəsindən digər müstəvidən 6 sm məsafədə. Buradan bura 6 sm. Eyni qayda ilə var. Burada bir dənə düz bucaqlı üç bucaq yaratsaq. Bura yenə 60 dərəcədir. Düz bucaqlı üç bucağı gördünüz. Bura 30 dərəcədir. A nöqtəsindən müstəvilərin kəsmə xəttinə qədər olan məsafəni tapın. Bilirik ki, 60 dərəcə qarşısında duran katet digər katetin kökdə 3-dürsə, oturacaq olur 2 kökdə 3. Onda 30 dərəcə qarşısında duran katet hipotenüsün yarısıdırsa, onda bu hipotenüs olur 4 kökdə 3 və bizdən soruşduq elə bu hipotenüsdür 4 kökdə 3. Bəndə uyğun olar. Sonra A çoxluğunun elementləri 2 rəqəmli cüt ədədlər. Rəngimizi dəyişdirək, həmənki rəng eləyək. Qara rəng eləyək. A çoxluğunun elementləri 2 rəqəmli cüt ədədlər. Deməli, A bərabərdir. Neçədən başlayır? 10-dan başlayır. 12, 98-ə qədər. B çoxluğunun elementləri isə 6-ya bölən 2 rəqəmli ədədlərdir. 6-ya bölən 2 rəqəmli ədəd 12, 16, 12, 18 nöqtələr neçə qədər? 96-ya qədər. A kəsişir B elementlərinin sayını tapın. Deməli, orada 6-ya bölünən bütün ədədlər 2-yə də bölünmüş sayılacaq ki, amma 2-yə bölünənin hamısını 6-ya bölünmüş sayılmayacaq. Çünki 6-ya bölünənlər 2-yə bölünənlərin nə idi? Alt çoxluqlarıdır. Aha. Bizdən soruşur ki, kəsişməsi tap, kəsişməsi ilə 6-ya bölünənləri sayaq. 96-ya qədər ədədlər içərisində 6-ya bölünənlərin sayı. Birdən 96-ya götürsək, 96-nı 6-ya bölsəm 16. Sadəcə 16-nın içində bir dənə 6 var ki, tək rəqəmlidir. 16-dan 1-in çıxsaq, həmən o 1-in çıxsam, qalar neçəsə 15 dənə, deməli, kəsişməsinə bərabərdir. Sonra
Sinüs 60 üstəgəl kosinüs 30. Bucaq qiymətləri varmı hər birinin? Heç nə. Əla. Bucaq qiymətlərindən. Onsuz da kosinüs 30-un bizim nəyə bərabərdir? Sinüs 60-dırsa, neçə dənə sinüs 60 var? 2 dənə. 2 vuraq sinüs 60-da nəyi verir? Sinüs 60-da kökdə 3 bölünsün 2-ni. Bölünsün. Onsuz da kotangens 30-umuz tangens 60-dır. Tangens 60-da nədir? 1 bölü kökdə 3. Yox, tangens 60-da kökdə 3-dür. Bu da bizə 2 dənə kökdə 3-ü verir. 2-lər ixtisara getdi. Kökdə 3-lər ixtisara getdi. Nə qaldı? 1 bölünsün 2, yəni 2-də 1. Sonra davam edir. 60%, 15% 60 olan ədədi tap. Çox sadə bir sual. 60-ı bölək. Faizinə görə ədədin tapılması. Ədədi böl. Faizə vur 100-ə. Bir dəfə 4 dəfə neçə eləsin? 400 faiz eləsin. 400 faiz yox, eləcə 400. Eləcə 400. Sonra 210-a sadə vurğularının cəmini tapın. 210-u sadə vurğulara ayırsaq, bilir ki, 0-ı silib 2, 5 yaza bilərik. 21-in içində 21 qaldı burada. 21-in içində 3, 7 dəfə. 7-nin içində 7, 1 dəfə. Sadə vurğularının cəmi deyirsə, bunları toplasaq 10, 17. Deməli, cavab 17 olaraq qalır. Loqarma, baxaq görün nə cür sualdır. 2 əsasdan 7, 7 əsasdan 15, 15. Görürsünüz uşaqlar, belə bir düsturumuz var da bizim. Loqarma A əsasdan B vuraq, loqarma B əsasdan C vuraq, loqarma C əsasdan D-dirsə, görürsünüz, eyni qayda ilə demişdir ki, bunları biz ixtisar edə bilərik və bərabər olar sonda loqarma A əsasdan D-yə eyni qaydanı tətbiq edəsək görərik ki, loqarma 2 əsasdan 8 qaldı. 8 də loqarma 2 əsasdan 2-nin kubudur. 3 keçdi qarşıya, 3 qaldı. 2 əsasdan da 2, 1-i verdi. Sonra üçbucaqlar oxşardır. AB 10, MN 2, NK 5, MK 6 olur. ABC üçbucağının peri. Deməli, 10-un 2-yə nisbəti neçəni verir? Oxşar üçbucaqlardırsa, 10-un 2-yə nisbəti 5. K bərabər 5. Deməli, bu nisbətlərdə BC-nin NK nisbəti 5 verirsə, bura 25 olar. AC-nin MK nisbəti 5 olarsa, onda AC 30 olar. Onda perimetr ABC bərabərdir. 10 üstə gələk 25 üstə gələk 30. 35-in də üstünə 30 gələndə 65. Hər hansı uşaqlar hesab səhvim olarsa, məndə biraz bilirsiniz də, diqqətlə aynı anda elementar səhvlər olur. BD parçası ABC üçbucağının, C parçası BCD üçbucağının medianıdır. ABC üçbucağının sahəsi 180, böyük üçbucağın sahəsi 180-dirsə, onda biz deyə bilərik ki, S BDC bərabərdir, sahə verib 90, yarısı olur. Təzədən bu da mediandırsa, MBC median olarsa, bir də onun nə olur? Yarısı olur. CM də mediandır, düzdürmü? Deməli, 90-ın da yarısı S üçbucaq BMC də bərabərdir. 90-ın yarısı neçə olar? 45. 45. Sahəni bizdən soruşur. 48-ci sual. 2 üstü x kvadratı, bunu yazaq. 2 üstü x kvadratı çıxaq. 5x bərabərdir. 64-də 1 yazaq. 2 üstü mənfi 6. Əsaslar bərabərdirsə, qüvvətlər də bərabər olsun. X kvadrat çıxaq 5x bərabərdir. Mənfi 6-dırsa, mənfi 6-nı keçirəm sola. Bərabərdir 0. Buradan bunu yaza bilərəm. X minus 3, x minus 2 bərabərdir 0. X bərabərdir 3, x bərabərdir 2. Təmin böyük kökünü soruşursa, x neçə oldu? 3. Qutuda 4 sarı, 3 qara. Deməli, sarı olan 4 dənədir. Qara olan 3 dənədir. Yaşıl olan 5 dənədir. Təsadüfən seçin 2 qələm eyni rəngli olması hadisəsinin ehtimalını da. Eyni rəngli deyirsə, tutaq ki, 2 qələm. Bəlkə ikisi də sarıdır. Sarıdırsa, kombinizon 4-dən 2. Və ya ikisi də qara ola bilər. Kombinizon 3-dən 2. Və ya hər ikisi yaşıldır. Kombinizon 5-dən 2. Bunlar müxtəlif hallar bölünsün. Ümumi hal neçədir? Kombinizon 12-dən 2. O da bərabərdir. Kombinizon 4-dən 2. 3 vuraq 4 bölək 2. 6.
Kombinizon 3-dən 2. 3-dən 2 ilə bizə səhv eləmirəmsə 3-ü verir. Baxaq. 3 faktorial bölək 1 faktorial bölək 2 faktorial bəli. 3-ü verdi. Üstə gəlsin. Kombinizon 5-dən 2. 4 vuraq 5 bölək 2 edir 10. Kombinizon 12-dən 2. 11 vuraq 12 bölək 2. 10-a qədər gedir. 11, 12 bölək 2. Ay sağ ol. Bu da 2-yə ixtisar getdi. 6 qaldı 66-da. 66-da 9, 19 elədi. Yəqin ki, ehtimal elədi 66, 19 olar. Hesab səhv olmalısa. Aha. Biz baxaq funksiyamızın təpə nöqtəsinin koordinatları görünür ki, 1 və 4-dür. Biz bunu belə yaza bilərik. X minus m-in kvadrat plus n düsturuna görə burada x-i minus 1 plus 4 vahiddir. X-imiz 0 olanda y-imiz neçə olur? 5 olur. Onda ay misalına baxaq görək. X-imizin yerinə 0 yazanda 4 bir a bərabər neçə oldu? A bərabər 1. Onda təlimiz nə oldu? X minus 1-in kvadrat üstə gəlsin 4. O da bərabərdir. X kvadratı çıxaq 2x üstə gələk 5. Bizdən F4-ü soruşur. F4 bərabərdir. X-in yerinə 4 yaz. Kvadratı 16 çıxaq 8 üstə gələk 5. 8 cavab neçə eləyər? 13. Cavab cəmi 13-ə bərabər oldu. Çevrənin A nöqtəsindən uzunluğu 12 və 16 olan qar perpendikulyar. Deməli, bu və tərəf qarşılıqlı perpendikulyarsa bilir ki, BC bizim üçün diametrdir. Diametri olur 16-nın kvadratının üstünə, yəni BC bərabərdir kök altda. 16-nın kvadratı 12-nin kvadratı. 256, 144. 400-dən nə çıxır? 20. Onda radius neçə oldu? Radius bərabərdir 10. Çevrənin uzunluğunu tap. L bərabərdir 2 pi r. O da bərabər neçə olar? 20 pi. Sənin altta 5 hissəsi doludur. Səndəki suyun 5də 1 hissəsi boşaltdan sonra 80 litr su qalarsa, sən neçə litr su tutur? Ümumi çənin tutumu olsun x-dir. Ümumi çən. 6-da 5 hissəsi su ilə doludur. Yəni 6-da 5x. Suyun 5də 1 hissəsi işlənəndən sonra, deməli 6-da 5x-dən 5də 1 x-i səndəki suyun 5də 1, səndəki suyun 5də 1. Deməli 6-da 5-in 6-da 5x-in 5də 1-ini çıxacaq. Bu da ixtisara getsə 6-da 1 qalır. Deməli nə qaldı? 6-da 4x-imiz qaldı. Düzdür? 6-da 4x-imiz neçə litr su qalır? 80. Onda bizim 6-da 4x-imiz 80-dirsə, x bərabərdir 80 vuraq 4-də 6. O da elə necə? 120 litr. 120 litr. Sən neçə litr su tutar? Yəqin ki, elə 120 litr su tutar. Durğun sudakı sürəti 50 km/saat olan motorlu qayıq axın 3 saat getdiyi yol, axına qədər 4 saat getdiyi yola 8 km az. Deməli, biz bilirik ki, axın ilə gedəndə sürətlər toplanır. Durğun suda sürəti 50-dirsə, axın ilə gedəndə sürət olur 50 plus x. Axına qarşı gedəndə sürət olur nə? 50 minus x. 3 saata getdiyi yol, axın ilə 3 saata getdiyi yol, axına qarşı 4 saata getdiyi yoldan 8 km azdır. Yəni, birincisi azdır. Onda mən 3-ü vursam 50 plus x-in cəminə, üstünə 8-i gəlsəm, bərabərdir 4-ü vururam 50 minus x-ə. Vurvarsaq 150, üstə gəl 3x, üstə gəl 8, bərabərdir 200, çıxaq 4x. 4x-i keçirəm 3x-in yanına. Olur 7x bərabərdir. 150 ilə 858 keçir sağ tərəfə. 200-dən 158-in çıxanda 42, x bərabərdir 6. Belə bizə də çayın sürətini soruşursa, x bərabər 6 tapış olar. Baxaq 54-cü suala. Oturacağın diaqonalı asid 4/3-dür. Asid 4/3, yan tili asid 4. Yan til 4-dür. Düzgün 4 bucaqlı piramidanın həcmini tapın. Düzgün 4 bucaqlıdırsa uşaqlar, oturacaq kvadratdır. Kvadratın tərəfləri A-dırsa, diaqonal nədir? A/2-dir, eləmi? Sadəcə diaqonalı verib, bizə piramidanın həcmi nədir?
V bərabərdir 3/1, S oturacaq vuraq H. Bizə tərəflə yox, diaqonal verirsə, biz sahəni, oturacağın sahəsini diaqonalla tapa bilərik də. Kvadratın sahəsi D kvadratı bölü 2 düsturumuz var. Gəlin biz burada hündürlüyü tapaq. Hündürlüyü tapanda uşaqlar, AS-ni 4 verib, AS-ni 4 verib. Oturacaq AS-i. Diaqonal AC 4/3-dirsə, A-dan O-ya qədər məsafə yarısı 2/3 olurmu? 2/3 olur. Onda CO bərabərdirmi? Kök altda 4-ün kvadratı çıxaq, 2/3-ün kvadratı. O da bərabərdir. 16-dan 12-sini çıxanda 4. 4-dən neçə çıxdı? 2. Diaqonal oldu. Hündürlük oldu 2. Yəni H-dır bu. CO da H. Bərabərdir H-a. İndi gəlin V bərabərdir 3/1. S oturacağın yerinə yazıram. D kvadratı bölü 2 vuraq H. 3/1 vuraq. D kvadratımız neçədir? D kvadratımız 4/3-sə kvadratı neçə eləyər? D-nin 4/3-ün kvadratı 16, 48 bölək 2 vuraq H-ı neçə tapdıq? H-ı da 2 tapdıq. H-ı da 2 tapdıq. Aha. Buradan ixtisara getsə, o da bərabər neçə olar? 16. Haradasa səhv eləmədik, bayaq baxdıq misalda. 32 hesabladıq elə biləm. D kvadratı bölü 2, 48, 3/1, vuraq H. Vuraq H. Yəqin ki, yanılmadıq. Keçək növbəti suala, 55-ci suala. ABCD trapezin A bucağı 50 dərəcədir, A bucağını verib 50 dərəcə. D bucağını verib 80 dərəcə. BC 4-dür. BC 4-dür. CD 7-dir. CD 7-dir. Adi parça uzunluğunu tap. Baxaq görək bu testin üzərində elə buradan paralel çəkilirsə. 4-dürsə eyni qayda ilə burada 4 deyək. Deyək ki, B, M nöqtəsi çəkilən. 80 dərəcədirsə burada 80 dərəcə deyək. 50, 80, 130, onda burada qaldı 50 dərəcə. Göründü ki, 50 dərəcə, 50 dərəcə. Bura 7-dirsə, CD-ni 7 vermişdi. Bir dəqiqə bağışlayın. CD 7-dirsə, eyni qayda ilə BM də 7-dir, paraleldir. Və bu 50 dərəcədirsə, BM ilə AM bir-birinə nədir? Bərabərdir. AM də 7 oldu. AD oturacağı bərabərdir. 7 üstə gəlinsin 4, o da bərabərdir 11. 11. Bu qədər uşaqlar. İnşallah köməyim dəydisə yaxşı olar. Hər birinizə uğurlar.